Əhməd ibn Həmbəlin Həzrəti Əli əleyhissalam barəsində bir kəlamı var, fəzilətləri barəsində. Elə düşünürəm bu kəlam o Muaviyyə sevgisi ilə yaşayanlar üçün kifayət edər. Xüsusilə Azərbaycanda olan vəhhabilər ki, Əhməd ibn Həmbəli sevirlər. O bir sözündə belə deyərmiş. Həzrəti Əli əleyhissalam barəsində oxuyuram ərəbcəsini. Ma ruviyə fi fadaili ahadin min ashabi Rasulillahi sallallahu aleyhi və aleyhi və səlləm bil əsanidis sihah ma ruviyə an Ali ibn Əbi Talib. Əli barəsində nəql olunan, səhih sənədlə nəql olunan fəzilətlər heç bir sahabə barəsində nəql olunmayıb ki, səhih sənədlə nəql olunsun. Yəni, Əli barəsində nəql olunan fəzilətlər o qədər çoxdur ki, heç bir sahabə buna çata bilməz.